Sonra yuxudan durmaq məsələsi. Biz hamımız Azərbaycanlıyıq, hamımız İslam dinlər deyik. Orada insan səhər durmalı. Səhər durub namaz qılmalı. Mən demirəm ki, kimsə varılsın onu rivayindir, şeydir. Amma səhər yetirmirsə 6-da dur. Yetirmirsə 5-də dur. Yetirmirsə 4-də dur. Amma yatmaq məsələsi var ki, axşam saat 12-yə, 1-ə, 2-yə, 3-ə kimi həyat tərzi keçirib, səhər durub 11-də, 12-də və gün ərzində nəyisə yetirmək. Mən inanıram ki, insan nəyisə yetirər. Mənim saatımda durmaq vaxtı 5:30. Amma mən 5:30-da durmuram. Mən 5-də, 4:30-da, 4-də. Çünki mən bir şey deyilənə kimi bütün o hansı özümün şəxsi inkişafıma yönələn işlərimi aparmalıyım. Çünki gün ərzində həddən artıq çox işlər olur, zənglər olur, ümumi dövlət işləridir və s. Federasiyada işlərdir, işləvi hansı tədbirlərdir və yetirmək mümkün deyil. Sadəcə vaxtınızı səhər, axşam o telefonlarda oturub sosial şəbəkələrdə heç mənası olmayan yazışmaları çıxartsaz və ya televizorda baxan azı, hamı planşetdə baxır, orada da mənasız proqram, onu da seçirim. Mənasız proqramlardan çıxsaz, onu görəcəksiniz ki, siz 9-dan da yatdınız, 9-dan da yatan adam 4-də, 5-də rahat mı? Amma axşam 11, 12, xüsusən 12-dən sonraya keçsəz, onda durarsınız 8-də, 9-da, başda elə bir vəziyyətdə o hər anda mənimki belə olur. Öyle bir şey ki, nə oxumaq istəyir adam, nə inkişaf edir, birtəhər günlük yola verirsən ki, biraz da qoy fikir zəkəsinə gəlirsən. Bunlar aralamazsınız.